Salam əziz tələbələr, mən Rus dili müəlliməsi Şəhla müəllimə. Yenə sizin yanınızdayam. İmtahana qədər yanınızda tez-tez olmağa söz verirəm. Və qəbula düşə bilən sualların yenə də izahına gəlmişəm. Beləliklə başlayırıq. Birinci sualımız. В каком предложении вместо слова искусный нужно употребить слово искусственный? Demək, hansı cümlədə искусный əvvəlcə bu sözlərin mənasını bilək. Bu sözün əvəzinə искусный istedadlı, bacarıqlı, mahir deməkdir. İskусственный sözü isə süni deməkdir. Hansı cümlədə bu искусственный sözünün əvəzinə искусственный sözü, yəni mahir, istedadlı sözü deyil, süni sözü işlənməlidir. Gəlin baxaq. Həmin sözlərin izahını birbaşa verəcəm. İskусных мы любовали с работы искусных ювелиров. Yəni, biz bacarıqlı, mahir, zərgərlərin işini çox sevdik. Onların işindən razı qaldıq mənasındadır. İskусных ювелиров ola bilir. Yəni, demək, həmin cümləni bizdən istəmir. Yəni, bu səhv variantdır. Burada ilə искусственный işlənə bilməz. İkinci, он был искусным оратором. Orator natiq deməkdir. O çox istedadlı natiqidir. Yəni, burada da süni sözü gedə bilməz. İskусственный sözü gedə bilməz. Demək, bu variantda səhv oldu. D variantına baxaq. İskусный пловец, yəni mahir üzgüçü. Bu da doğrudur. Yəni, bu canlılarla uyğun gəlir. Bu da работа искусного мастера, E variantı. Yəni, mahir ustanın işi. Yəni, istedadlı ustanın işi. Demək, doğru variantımız C variantı olur. Və C variantını sizə izah etmək istəyirəm. Мы слушали эту грустную историю. И искусственная веселость ola bilməz. Yəni, mahir sevinç ola bilməz. Süni bir sevinç ola bilər. Искусственная веселость ola bilər. Постепенно сменялась подавленность. Yəni, burada olacaq искусственный sözünün əvəzinə искусственный sözü olmalıdır. Və uyğun gələn variantımız C variantı oldu. Bax belə. Второй вопрос. İkinci sualımıza keçid alırıq. Выберите варианты ответов, в которых в обоих словах одного ряда пропущена одна и та же буква. Yəni, elə bir sıranı seçməliyik ki, həmin sırada eyni hərflər buraxılsın. Ya I hərfi, ya Y. Gəlin, baxaq, hərfləri düzək və hansı sırada hərflər eynidirsə, həmin variantı götürə bilərik. Кататься на карусели. На чем? Правильно? İqrat на чем? На скрипке. İkisində də Y-dir. Demək, biri götürə bilirik. Çünki ikisində də eyni hərf buraxılışı oldu. Кататься на лодке. Lodkada üzmək, gəzmək. İçi по тропинке. Burada da Y variantı. Demək, 2 də uyğun gəlir. 1 və 2 variantımıza baxaq. Burada 1-2 variant demək C də getdi, B də getdi, A da qalırıq. 2 variant arasında D və Y. İndi gəlin baxaq 3-ə. Ждать около аптеки. Bəzən tələbələr aptek sözünü Rus dilində başlanğıc formasında aptek kimi götürürlər. Əslində женский roddadır. Aptekadır onun, yəni ilkin forması adlı halda. Значит, около da родительный падежin qarşısındadır. Около аптеки olacaq. Çünki родительный падежdə женский rod I qəbul edir. Жить в пустыне. Yəni, bu variant uyğun gəlmədi. 3-ü götürə bilmirik. Жить в крепости. Крепость da женский roddur. И где? Правильно? С крыши. Bu da uyğun gəlmədi. Demək, bizim hansı variantımız uyğun oldu? Y variantı. Отдыхать на лагере, подняться по лестнице. Demək, doğru variantımız oldu. Y variantı. Çünki Y variantında uyğun olaraq 1-də də, 2-də də, 5-də də eyni hərf buraxılışı oldu. Tak, tretий. Bu da sizin bəlalı yeriniz paronimlər. Укажите ошибку, выбери выделенное слово. Yəni, burada səhvi biz tapmalıyıq. Yenə də deyirəm, mötərizədəki sözlər, kursivi sözlər, paronim sözlərdir. Niyə yenə də sözünü işlətdim? Çünki bunda öncə izahımda da mən paronimlə danışmışdım. Hətta geniş danışmışdım. Yenə də sizə xatırlatma edirəm. Sonu içni, aha, livy,
Celna ilə bitən paronimlər insan və insan xüsusiyyətlərini bildirən paronimlərdir. Taktiçeski, taktişne. Əgər sözü biz tərcüməyə atsaq, hər ikisi taktiki gələr. Amma içni, taktiçni, postopik insana aid olduğuna görə bu doğru variantdır. Demək bizdən səhvi istəyir. Bu variant bizə aid deyil. Sıtni, sıtı. Sıtı doyumludur, sıtni doyumludur, sıtı tox deməkdir. Pirog sıtni ola bilir. Bu da doğru variantdır. Долг патриотический, vətəndaşlıq borcu. Это правильно. Bu da doğru variantdır. Brigada строительная, yəni inşaat briqadasıdır. Amma строительская, baxın, строительный institut ola bilir, промышленность ola bilir, brigada ola bilir. Amma строительская относящаяся к строителю. Yəni inşaatçının sırf özünə aid ola bilir. Kadr ola bilir, opıt ola bilir, жизнь ola bilir. Значит, bu da doğru variantdır. Demək, səhv variantımız olur Y variantındadır. Bizdən də səhvi istəyir. Длительный uzun sürəndir, длинный uzundur. Uzun длинный remen ola bilir və yaxud ki длинный pуть ola bilər, yol ola bilər, длинная дорога ola bilir və yaxud ki волосы ola bilir. Amma длительный uzun sürən bir susqunluq ola bilir. Ona görə də bizim doğru variantımız və burada da səhv sayılan variant Y variantındadır. Keçid alırıq 4-cü sualımıza. 4-й вопрос. Укажите ошибку. Burada da səhvi tapmalıyıq. Baxın, bu cümlələrə mən baxıram. Посмотрев капитана в глаза, пройдя половину пути, мальчик возвращаясь с прогулки, придя в театр, вот, не потеряв. Bunlar feili bağlamalı cümlədir. Feili bağlamaya rus dilində deyilir deprичастный оборот. Nə deməkdir feili bağlama? Feil əlavəsi deməkdir. Feili bağlamalı cümlələrdə, yəni feili bağlama olan cümlədə, əvvəlcə onu sizə çatdırım ki, feili bağlama sözün cümlənin əvvəlində də gələ bilər, ortasında da və sonunda da gələ bilər. Və ondan sonra gələn söz ya şəxs əvəzlikləri olmalıdır. Şəxs əvəzlikləri личным местоимение. Ya, ты, он, она, мы, вы, они. Ya da ki mübtədalı cümlə olmalıdır. Şəxsin adı olmalıdır və yaxud əşyanın da adı olmalıdır. Yetər ki, mübtəda olsun. Kim nə sualına cavab verən söz olsun. Посмотрев капитана в глаза, я понял его из замок. Yəni, hərəkəti başlayan şəxs bitirməlidir. Hərəkəti kim başlayıbsa, посмотрев капитана в глаза demək mən baxmışam. Demək mən də o hərəkəti bitirirəm. Burada ya olduğuna görə biz həmin variantı götürə bilmərik. Çünki bizdən səhvi soruşur. Bu səhv variantı. Придя половину пути катер. Bax burada. Çünki kater özü yolun yarısına qədər gəlmişdi. И вернулся в порт və limana qayıtdı. Hərəkəti kim başlayırsa o da bitirir. Так. Мальчик, bax əvvəl ortasında gəldi. Мальчик, возвращаясь с прогулки, прошел через маленький сквер. Oğlan gəzintidən qayıdarkən kiçik bağın içərisindən keçdi. Значит, burada da doğru səhv variantdır. Yəni bunlar doğrudur, amma bizdən səhvi soruşur. Так, отряд прошел линию фронта, çünki burada отряд artıq var. Не потерять ни одного человека. Yəni bunların hamısı səhv, düz, demək, feili bağlama olaraq düzdür, amma bura üçün səhvdir. Bizdənsə səhvi istəyir. Придя в театр, teatra mən gəlmişdimsə, ya удивилась обстановка ola bilərdi. Çünki hərəkəti mən başlamışdımsa, mən də bitirməliydim. Burada cümlə mübtədalı olmalıdır. Feili bağlamadan sonra və burada tamamlıqla başlayan cümlə ola bilməz. Меня tamamlıqla, дополнениyadır. Tamamlıqla başladığına görə həmin cümlə səhv variantı. Bizim üçün də doğru sayılan variant. Bax belə. Так. Пятый. Укажите slova, сочетающие словом обидный. O sözləri göstərməliyik ki, обидный sözü ilə üst-üstə düşməlidir. Baxın, bu da paronim sözdür. Обидчивый küsəyəndir, insana aid ola bilir. Amma обидный xətrə dəyən, bu cansızlarla işləyir. Значит, обидная шутка ola bilər. Yəni, xətrə dəyən bir zarafat ola bilir. Demək, biri götürə bilirik. Da, serce insan və insan xüsusiyyətlərinə canlı olduğuna görə обидчивый küsəyən bir ürək olur. Обидчивый человек ola bilir. Demək, bunları götürə bilmirik. Amma обидное слово ola bilir. Xətrə dəyən bir söz və yaxud irad da ola bilir, замечание. Amma гость обидчивый olacaq. Demək, hansı variant oldu? 1, 4, 5. Gəlin baxaq, 1, 4, 5 hansı variantdadır? 1, 4, 5 oldu D variantında. Правильно, ответ variant D. Шестой.
6-cı sualımıza baxırıq. Укажите слова с положительным значением. Положительный müsbət mənalı sözlərdir. Отрицательный olsaydı mənfi mənalı sözləri bizdən istəyərdi. Bax burada müsbət mənanı istəyirsə, bax nirəşliyiz pintilik deməkdir. Atfaqa cəsurluqdur, gordost da məğrurluq. Amma bu sözə görə biz bunu götürə bilmirik. Lenivый tənbəl, lenivız tənbəllik, skopos xəsislik, şedrost əli açıqlıq. Yəni bu iki sözə görə götürə bilmirik. Və yaxud globus axmaqlıq deməkdir. Yəni bu mujество, galantность bunlar müsbət mənalı olsa da, amma globus sözünə görə biz bunu götürə bilmirik. Və yaxud высокомерность, lovğalıq, вспыльчивость, yəni hirslilik, hirsli olan insanlara deyilir вспыльчивый человек. Значит, doğru variantımız hansı variant olur? C variantı. Altruizm ruh yüksəkliyi deməkdir. Doblest şücaət, hünər deməkdir. Учтивость da nəzakətlilik. Deyirik ki, incəlik, учтивый, delikatный, nəzakətli və incə sözündəndir. Ona görə bunun ismidir. Biz doğru variantımız olur C variantı. Və bizim sonuncu sualımız olan 7-ci sualımıza baxaq. Mən sizi yormadan yavaş-yavaş artıracağım. Sizin üçün bax izahını verəcəm və testdə söz verirəm. Составьте текст, укажите предложение, нарушающее его смысл. Gəlin bir mətni quraq. Deyir ki, составьте tекst. Elə bir mətn qurun ki, amma elə bir cümləni də burada göstərin ki, o mətnin məzmununa uyğun deyil, mətnin məzmununu pozur. Mətnin məğzindən kənarda olan bir cümlənin göstərilməsini bizdən istəyir. Çay одна из древнейших культур. Bizim qədim mədəniyyətimizdir. Yəni bu çaydan söhbət gedir. Целебные свойства чая известны давно. Onun demək müalicəvi xüsusiyyətləri ta qədimdən məşhurdur. И сегодня его считают самым распространенным напитком в mire. Bugün onu dünyada ən geniş yayılmış içki növü kimi tanıyırlar. Çay используется как средство, которое усиливает деятельность сердца, улучшает дыхание. Yəni ürək fəaliyyətini artırır, nəfəs yollarını açır. Demək bunların hamısını biz düşsək, cümlə olaraq düşsək, bir kiçik bir mətn alınır. Gəlin indi biz ikinci cümləyə baxaq. Она не burada hamısı çayın əhəmiyyətindən danışıldı. Amma она не договорила, налила чашки чай, за домом и спросила о его работе. Burada isə tamam fərqli bir cümlə oldu. O deyir, даже soruşmadan fincana çay süzdü, düşünərək və ondan onun işi haqqında sual verdi, soruşmağa başladı. Burada çayın nə əhəmiyyətindən danışıldı, nə onun xüsusiyyətlərindən və heç bir. Ona görə bizim həmin bu mətnin məzmununu pozan cümlə hansı cümlə olur? İkinci cümlə. İkinci cümlədə hansı variantdadır? A variantın. Və biz rahat-rahat A variantını seçirik. Və siz məni gözləyin. Mən test sizin üçün imtahana qədər söz verirəm. Test izahlarla sizin qarşınıza gələcəm və sizin üçün gələcəm. Hər birinizə uğurlar.